Salam, bugünkü mövzumuz çox vacib bir mövzu olan vaksinasiya mövzusudur. Xüsusilə uşaqlarda olan vaksinasiyadan danışacağım. Peyvəndlər müasir tibbin ən böyük uğurlarından biridir. Bir həkim kimi hər gün bu xəstəxanaya daxil olanda və o balaca gözlərə baxanda ağlımdan belə bir fikir keçir. Biz valideyn olaraq övladlarımız üçün hər şeyin ən yaxşısını istəyirik. Onların geyiminə, yeməyinə, yuxusuna özümüzdən daha çox diqqət edirik. Amma bəzən bu sevgimizin və qayğımızın arasında çox vacib bir məqamı kölgədə qoyuruq. Məhz bu, uşaqları gözə görünməyən təhlükələrdən qorumaqdır. Peyvəndin işi də budur. Peyvənd orqanizmin gələcəkdə qarşılaşa biləcəyi xəstəlik törədən mikroblardan, xüsusilə ağırlaşma riski yüksək olan xəstəliklərdən qorumaq üçün edilir. Peyvənd nədir sualının cavabını məhz bugün mən sadə dildə izahat verəcəm ki, hamıya aydın olsun. Peyvəndin tərkibində xəstəlik törədən mikrobların ya zəiflədilmiş, ya da zərərsizləşdirilmiş kiçik bir hissəcik olur. Bu hissəcik orqanizmə yeridildikdən sonra orqanizmin immun sistemi tərəfindən ona qarşı qoruyucu cisimlər yaranır. Biz ona anticisimlər deyirik və ömür boyu o qanda saxlanılır. Nə vaxtsa orqanizmi real bir mikrobla, xəstəlik törədən mikrobla qarşılaşarsa, ona qarşı olan anticisimlər fəaliyyətə keçir və nəticədə xəstəlik inkişaf edilir. Bilirəm, sosial şəbəkələrdə peyvəndlər barədə çox saylı çaşdırıcı fikirlər var. Valideynlərə buradan tövsiyə edərdim ki, bu məlumatları çalışsınlar ki, elmi təsdiqlənmiş səhifələrdən, güvənli səhifələrdən oxusunlar. Bir də bunu qeyd etmək istəyirəm ki, peyvəndin faydası həqiqətən çoxdur. Biraz tarixə geriyə nəzər salsaq, görərik ki, tarixdə difteriya, təbii çiçək, göy öskürək, qızılca, poliomielit xəstəliyindən vaxtilə minlərlə insan ölürdü, yaxud da ömürlük əlil qalırdı. Biz bugün bəzi xəstəliklərin kökünün kəsildiyini görürük. Bəzi xəstəliklər isə çox az bir səviyyədədir. Bu nəyin hesabınadır? Peyvəndin hesabınadır. Biz bugün bu peyvəndi kəşf edənə minnətdar olmalıyıq. Çünki bu peyvəndin sayəsində minlərlə insan ağır xəstəliklərdən, belə desək, sağalmış oldu. Azərbaycanın milli peyvənd təqvimində 11 xəstəliyə qarşı peyvənd edilir. İkisi doğum evində edilir, hepatit və BCG peyvəndi vərəm xəstəliyinə qarşı. Digər 9-u isə poliklinikalarda həyata keçirilir. Mən bugün çalışacağım iki xəstəlik üzərindən xüsusilə danışım. Qızılca və göy öskürək xəstəliyi üzərindən. Bəzən valideynlər elə bilir ki, qızılca tək səpki və qızdırma ilə gedən xəstəlikdir. Xeyr, qızılcanın çox təhlükəli ağırlaşmaları var. Qızılca keçirdib sağalan uşaqlarda immun status sıfırlanır. Yəni bu o deməkdir ki, qızılca keçirdib sağalan uşaqlar digər infeksiyalara qarşı həssas olur və immunitet zəif olur. Qızılcanın ağırlaşmaları arasında beynin iltihabı, ensefalit, ağciyərlərin iltihabı, pnevmoniya, gözdə korluq verə bilər, karlıq inkişaf edə bilər. Amma bugün mən qızılcanın çox nadir bir ağırlaşmasından danışmaq istəyirəm, SSP sindromundan. Bu sindrom xüsusilə körpə yaşlarda 2 yaşa qədər qızılca keçirdib sağalan uşaqlarda illər sonra virusun beyin toxumasında gizlənməsi səbəbindən, illər sonra, təxminən 5-10 il sonra bu sindromun yaranması. Bu nə deməkdir? Deməli, məktəbə gedən uşaq, biz dedik ki, təxminən 5-10 il sonra 2 yaşa qədər xüsusilə körpə vaxtı qızılca keçirdən uşaqlarda rast gəlir. İllər sonra məktəbə gedən uşağın məktəbə dərsə marağı azalır, dərsdə uğuru azalır, davranışı pozulur, qıcolmalar yaranır və demək olar ki, ağır nevroloji dəyişikliklər inkişaf edir. Bu sindromun isə bu xəstəliyin tibbdə müalicəsi yoxdur, çox təəssüf olaraq onu qeyd etmək istəyirəm. Amma sevindirici bir məqam var ki, bu xəstəlikdən qorunmaq üçün onun peyvəndi var. Hansı ki, bu peyvənd kepeyin peyvəndinin tərkibində edilir, 1 yaşında və vaksinasiyası 6 yaşında edilir. Digər bir xəstəlik olan göy öskürəkdən danışmaq istəyirəm. Göy öskürək tibbdə 100 gün xəstəliyi adlansa da, bəzən 6 aya qədər gedib qaydan gələn öskürəklər var ki, hansı ki, bu spastik öskürəkdir, körpələrdə xüsusilə təhlükəlidir. Güclü öskürəyin təsirindən uşağın beyninə hətta qansızma ola bilər, gözə subkonjunktival hematoma inkişaf edə bilər, pnevmoniya inkişaf edə bilər. Yəni bu xəstəliklərin yaratdığı risklərlə
peyvəndin yaratdığı əlavə təsirləri tərəziyə qoyduqda peyvəndin faydası daha çox görülür. Bəzən valideynlər peyvənddən sonra yaranan əlavə reaksiyalardan ehtiyat edirlər, qorxurlar. Amma bu əlavə reaksiyalar ümumi və yerli olur. Bu o deməkdir ki, bədənə yeridilən peyvəndə qarşı uşağın immuniteti cavab verir. Əksinə biz ona sevinməliyik ki, uşağın immuniteti çalışır. Ümumi yerli reaksiyalar temperaturun qalxması, yerli reaksiyalar isə iynə vurulan yerdə qızartının, şişkinliyin, bərkimənin olması. Bunlar tamamilə təbii reaksiyalardır. 1-3 gün ərzində baş verir və sonra keçib gedir. Buradan demək istəyirəm ki, əziz valideynlər, suallarınızın, şübhələrinizin olması tamamilə təbiidir. Amma bu suallarınızın cavabını sosial şəbəkələrdə təsdiqlənməmiş səhifələrdə yox, etibar etdiyiniz, güvəndiyiniz mütəxəssislərdən, pediatrınızdan soruşun. Peyvənd təqviminə vaxtında riayət edin, peyvəndlərinizi gecikdirməyin, uşaqlarınızı vaxtında qoyun. Sonda isə demək istəyirəm ki, əziz valideynlər, biz valideynlərin övladlarımıza verə biləcəyimiz hədiyyə, mən deyərdim ən böyük hədiyyə, onların sağlam və təhlükəsiz gələcəyidir. Hər birinizə diqqətiniz üçün təşəkkür edirəm.